Avrora MMC qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir təşəbbüsünün iştirakçısı olub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir kampaniyasını davam etdirir. Bu təşəbbüs çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü Avrora MMC-nin təsisçisi Ceyhun Abbasov qida təhlükəsizliyinə sistemli və kompleks yanaşmanın vacibliyindən danışıb. Qida təhlükəsizliyi sistemli və kompleks yanaşma tələb edir. Qida zəncirinin bütün mərhələlərində məsuliyyət və diqqət vacibdir. İstehsaldan başlayaraq emal, saxlanma və daşınmaya qədər hər addımda ciddi nəzarət olmalıdır. İstehsalçı ilə istehlakçı arasındakı yol risklərlə doludur və bu risklərin idarə olunması təhlükəsizliyin təməlidir. Market rəfinə qədər gələn məhsulun arxasında geniş və çoxşaxəli sistem dayanır. Bu sistemin düzgün işləməsi gələcək nəsillərin sağlamlığını qorumaq deməkdir. Qida təhlükəsizliyinə nəzarət tək dövlətin deyil, hər kəsin işidir. Gəlin təhlükəsizlik qida ilə sağlam gələcəyə birlikdə addımlayaq.